Salam uşaqlar, deməli baxırıq 9-cu sinif, 20 aprel 9-cu sinif Timin keçirdiyi buraxılış imtahanının qrammatika suallarının izahına. Yazılışı ilə deyilişi fərqlənmir. Bizə deyir ki, sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözləri müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənmir, sətirdən sətrə keçirmək olmur. Yazılışı ilə deyilişi fərqlənir lazımdır bizə. Yazılışı ilə deyilişi fərqlənmir deyirsə, xəttat sözünü atarsan A variantında, çünki xəttat sözündə ikinci t, d-yə keçir, A gedir. B variantında məşhur sözündə yazılış və deyiliş fərqlənmir, amma mətbəə sözü sətirdən sətrə keçə bilir deyə B də gedir. Lisenziya sözünün yazılışı ilə deyilişi fərqlənmir. Dua sözü sətirdən sətrə keçmir. Ötkəm sözünün də yazılışı və deyilişi arasında fərq var. Çünki Q, G-yə keçir. Cavabımız olur elə C variantı. Bu arada indi izah elədiyim kitabça D variantının kitabçasıdır. 27-ci sualda cavab olur C. Sonra 28 isim birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. 28-də A variantında baxırsınız. 3 böyük bina yanaşı tikilmişdir. Tikilmişdir nə? Bina necə nə tərzdə yanaşı? Böyük bina. Necə bina? Böyük bina. Burada böyük bina birinci nöqtəyinin söz birləşməsidir, isim birləşmə. 1-ə götürürsən A-nı. B-də yenə göy üzünü duman bürüyüb. Burada göy üzünü isim birləşmədir. İkinci nöqtəyinin söz birləşməsi. 1-ə götürürsən B-ni. Sən şəkli həvəslə çəkdin. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Gedir. Sonra D-də sahilə çıxmaq üçün qayığa mindi. Mindi nəyə? Qayığa. Nə üçün? Sahilə çıxmaq üçün. Burada sahilə çıxmaq bütövlükdə məstər tərkibidir, feili birləşmə. Deməli 2-yə də B götürürsən. 1-ə AB, daha doğrusu D götürürsən. 1-ə AB, 2-yə D. Cavabın olur A variantı. Y variantında Cavid hiləgərcəsinə gülürdü. Y variantında ümumiyyətlə birləşmə yoxdur. Həmçinin cavab olur A. 29-da hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Əlavə həmişə aid olduğu cümlə özündən sonra gəlib onu konkretləşdirir. Burada deməli baxsaz, irəlidə sahildə sözü tiredən sonraki sözlərə baxacaqsınız. Sahildə söz birləşməsi deyil, sözdür, A gedir. B-də şair bu obrazı əsərin baş qəhrəmanını, üçüncü nöqtəyinin söz birləşməsi ilə ifadə olunub. Deməli cavabımız nə olur? Əlavəmizin söz birləşməsinin ifadə olunduğu variant B variantı. Cavabımız oldu B. Topladığı məhsulu, kartofu, soğanı, burada ümumiyyətlə söz birləşməsi deyil, gedir. Bura Qəbələyə söz birləşməsi deyil. Əsməri, rəfiqəsini söz birləşməsi deyil. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird bilirdim. Məsuliyyətli bir şagird. Birinci nöqtəyinin söz birləşməsinin arasında gələn bir sözü demişdik ki, olur nə? Ədat. Birinci cümlədəki bir sözü ədat. İkinci cümlədə 2 maşından anası üçün bir dəstə qızılgül, 2 dəstə qızılgül deyə bilirik. Bu da olur say. Birinci cümlədə ədat, ikinci cümlədəki bir saydır. Əşyanın miqdarını bildirən say olacaq. 2-yə A götürürsən. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməyən köməkçi nitq hissəsi, yəni ədat. 1-ə B götürürsən. 2-yə A, 1-ə B götürməyən variantları atsan, D gedir məsəl üçün. Sonra məsəl üçün C gedir. Yerdə qalır A, B, Y variantların. Sonra deyir, leksik mənası var. Sayın əsas nitq hissəsinin leksik mənası olar. 1-ə 2, daha doğrusu 2-yə C, 2-yə AC, 1-ə B. Deməli 2-yə AC götürməyən variantı gedəndə A variantda gedir. Cavabın olur Y variantı. Yalnız qrammatik mənası var. Köməkçi nitq hissəsinə aiddir. 1-ə D. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aiddir. Heç birinə aid deyil. Bu da gedir. 1-ə B-dir, 2-yə AC. 30-cu sualda cavab olur. Deməli Y variantı. 31-də feildən əmələ gəlmiş sifəti müəyyən edin. Sözün nədən düzəldiyini, əmələ gəldiyini bilmək üçün sonuncu leksikdən əvvələ baxırıq. Sürüşkən sözündə sonuncu leksikdən əvvələ baxırsan, sonuncu leksikimiz olur kən. Kəni atırsan, yerdə qalır sürüş. Sürüşmək feilindən əmələ gəlmiş sifətdir. Məsəl üçün, sürüşkən yer, necə yer? Cavabın olur A variantı. Deməli 31-də A. 32-də hansı sırada feillərdən biri idi, digəri isə köməkçi hissəci ilə işlənib? Özündən əvvəl qrammatik varsa, daha doğrusu özündən əvvəl mag-mək şəkilsi artıra biliriksə, deməli hissəcikdir. Daha doğrusu özündən əvvəl mag-mək artıra bilmiriksə, deməli hissəcikdir. Çıxdı, d-nı atıb çıxmaq deyə bilirəm, deməli burada hissəcik yoxdur, A gedir. Dayanacaqdır, dayanacaqmaq deyə bilmirəm d-nı atanda, deməli burada d hissəcikdir. Amma alsam sözündə sanı atanda almaq deyə bilirəm, deməli burada hissəcik deyil, B gedir. Biraz bulanıq düşüb, çünki yəni hələ tam forması çıxarılmayıb PDF-in. Aparmışdı sözündə
Aparmışmaq, d-nı atanda aparmışmaq demək olmur. Deməli, burada d idi hissəci idi. Alıbsa sözündə s-nı atanda alıbmaq demək olmur. Deməli, burada da isə hissəci idi. Cavabın olur C variantı 32-ci sualda. 33-cü sualda hansı sadə cümlədir deyir. Sadə cümlənin bir qrammatik əsası olmalıdır. Ətrafa baxdım, heç kəs görünmürdü. Baxdım, kim? Mən. Görünmürdü, kim? Heç kəs. Deməli, bunun hər xəbərin öz mübtədası var, mürəkkəb, tabeis mürəkkəb cümlədir. O birisində deyir ki, külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Güclənirdi, nə? Külək, yağırdı, nə? Yağış. Burada da 2 qrammatik əsas var, mürəkkəb cümlədir, gedir. Deməli, A da deyil, B də deyil, C də. Gülnar həyatı süpürdü, samavara od saldı. Samavara od saldı, kim? Gülnar. Süpürdü, kim? Gülnar. Hər xəbər eyni mübtədaya tabedir deyə, bu olur sadə cümlə. Cavabımız olur C variantı. Deməli, külək güclənir. Buradakı əgər C variantında od sözü sizdə çaşqınlıq yaradırsa, od sözü burada mübtəda deyil. Bir qrammatik əsası var. Cümləmiz olur sadə cümlə C. O birisində deyir külək güclənir. Limandakı gəmilər yırğalanırdı. Yırğalanırdı nə? Gəmilər, güclənirdi nə? Külək. Hər xəbərin öz mübtədası var. Tabeis mürəkkəb cümlədir, gedir. Deməli, soruşdum, cavab vermədi. Bu da həmçinin deməli, cavab vermədi. Kim? O, soruşdum, kim? Mən. Hər xəbərin öz mübtədası var. Bu da olur həmçinin tabeisiz mürəkkəb cümlə. Cavabımız olur C variantı 33-də. 34-cü sualda frazeoloji birləşmələri müəyyən eləyin. Gözü kəlləsinə çıxmaq, çəkiclə vurmaq. Gözü kəlləsinə çıxmaq ola bilər, amma çəkiclə vurmaq frazeoloji birləşmə deyil. Ona görə A variantı gedər. Bu birisində divarları ağartmaq, üz qaraltmaq. Üz qaraltmaq frazeolojidir, amma divarları ağartmaq frazeoloji deyil, gedir. Ağzına su almaq, sandığı qıfıllamaq. Sandığı qıfıllamaq frazeoloji deyil, C-də gedir. İşə düşmək, stulları aşırmaq frazeoloji deyil, gedir. Üz vermək, dabanına tüpürmək frazeoloji birləşmələrdir, 34Y. Balaca yaman dəcəldir cümləsində mübtəda nə ilə ifadə olunub? Dəcəldir. Kim? Balaca. Balacamız mübtədadır. Bu da ki, sifətdir. Sifətlə ifadə olunub Y variantı. Verilən cümlədə hansı duru işarələri buraxılmışdır? Tam cümləni görə bilmirəm, amma belə təxmini kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, vergül, sonra quruluşu, vergül, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas deyildən sonra bir vergül, çünki xəbərdən sonra qoymalıyıq. Bütün təbiət elmlərinin əsas problemidir. 3 dənə vergül olacaq B variantı. B. 36-da da B.